Bəli, 44 günlük vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti də daxil olmaqla Azərbaycan ordusunun qəhrəman oğulları sayəsində bugün o torpaqların əsl sahiblərinin qayıdışı həyata keçirilir. Səhər saatlarında böyük qayıdış çərçivəsində növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə Ağdam rayonunun Sarcalı kəndinə 35 ailə, yəni 158 nəfər köçürülür. Qeyd edək ki, bugünədək Sarcalı kəndinə cəmi 184 ailə, yəni 767 nəfərin köçürülməsi təmin edilib. Çox sevinçliyik, öz elimizə, obamıza qaydırıq. Allah prezidentimizə kömək olsun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, öz elimizə, obamıza gedirik. Çox sevinçliyik. O gün olsun, bütün qaçqınlarımız öz doğma yurtlarına qayıtsın, bu ad üstümüzdən götürülsün. Bu qürur hissidir bizim üçün. Torpaqlarımız hamısı işğaldan azad olundu. Elimizi, obamızı gedib görmüşük, böyük quruculuq işləri görülür. Bundan artıq bizə sevinçli günlərimiz mənə gəlir ki, ancaq övlad, nəvə toyu ola bilər. Gün o gün olsun, bütün cəmaatımız öz elini, obasına qayıtsın, xeyir işlərə gəlsinlər. Bugün